Sxemdə nə təsvir olunub və kənar horizontalın hündürlüyü nə qədərdir? Və nəzərə alın ki, kəsmə yüksəkliyi 30 metrdir. İlk növbədə onu deyək ki, gördüyümüz kimi uşaqlar burada horizontalların kənarında bizə beşliklər göstərilib, hansı ki, bu beşliklər kənarlara doğru göstərilib və kənarlara doğru olan beşliklər bizim ərazinin təpə və ya hündürlük olmasından xəbər verir. Demək ki, bizim bəndlərdə baxacağıq. Təpə, üç bəndimizdə təpə ilə başlayır, gördüyümüz kimi və bizdən bir dənə də buradan soruşur ki, kənar horizontal hündürlüyü nə? Kənar horizontal hündürlüyünü tapmaq üçün ilk növbədə biz gəlin daxili horizontalı tapaq. Daxili horizontalı tapmaq üçün bizim burada bir 197 metr mütləq hündürlüyümüz qeyd olunub. Eyni zamanda da kəsmə yüksəkliyimiz də 30 metr. Bəs kənar horizontalımızı necə tapacağıq? Kənar horizontal, daha doğrusu daxili horizontal dediyimiz kimi ilk növbədə tapılmalıdır burada. Daxili horizontalı tapa bilmək üçün 197-dən kiçik ilk 30-a bölünən ədədi müəyyənləşdirməliyik ki, bu ədəd 180-dir. Demək ki, bizim burada biz daxili horizontal kimi burada biz 180-i qeyd edəcəyik. Növbəti horizontal isə artı 30 metr. Biz onu azaldaraq digər horizontalın hündürlüyünü təyin etməyə çalışırıq. Digər horizontalın hündürlüyü artıq burada olacaq 150, bir 30 metr aşağıya düşəcək və kənar horizontalı istəyib bizdən. Kənar horizontalın hündürlüyü isə bir 30 metr aşağı 120 olacaq. Demək ki, bizim burada doğru bəndimiz təpə və kənar isə hündürlüyü isə 120 metr olan bənd olacaq.